Rusiyadan Ermənistana, Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. Azərbaycan ərazisindən Ermənistana 10 vaqon gübrə göndərilib. Bu dəfə Rusiyadan 10 vaqondan ibarət 678 ton gübrə Azərbaycandan tranzit keçməklə Biləcəri stansiyasından Böyükəsi istiqamətinə göndərilir. İndiyədək Rusiyadan Ermənistana, Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 2000 tona yaxın gübrə və 68 ton qarabaşaq göndərilib. Tranzitlə yanaşı Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton AI-92 benzini və 2955 ton AI-95 benzini ixrac olunub. İsmail Əmirli, İlkin Məmmədov, ATV Xəbər.